Münxendə baş verənləri müzakirə eləmək üçün toplaşdıq. Vaxtınız xeyir, aktual gündəm efirdədir. Azərbaycan prezidentinin Münxendə görüşləri və sözsüz ki, mətbuata həm Fransa televiziyasına, həm də Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə və suallara verdiyi cavablarda əslində çox ciddi siyasi mesajlarla bərabər gələcəyə hesaplanan kifayət qədər maraqlı məqamlar vardı ki, onlar müzakirə olunmalıdır. Amma bütövlükdə Münxendə nələr baş verdi? Liderlər nəyi danışdılar, nəyi danışa bilmədilər? Narazılıqlar və hətta memlərə qədər düşə biləcək üz ifadələri nədən xəbər verir? Münxendə yeni bir çatlar mı yarandı, yoxsa doğrudanmı Avropada nəyinsə bərpasına hələ də ümid var? Suallar əslində çoxdur, amma bu sualların cavabını verməmişdən öncə bir mühüm məsələyə toxunmamız lazımdır. Bu da Azərbaycanın bax bu situasiyada tutduğu fərqli mövqe. Azərbaycan prezidentinin də söylədiyi kimi dünyada dəyişən nizamı heç də güc əvəz eləməli deyil. Əgər beynəlxalq hüquq yoxdursa, o demək deyil ki, kim güclüdür, önə çıxmalıdır. Faktik biz onun mənzərəsini görürük. Amma bu da bəşəriyyət üçün heç də xilas deyil. Nə etməli və hansı variantları müzakirə etməliyik, nələr bizim üçün önəmlidir. Üstəlik də Azərbaycanın artıq bu proseslərdə, xüsusən də Avrasiyada, regionda həlledici söz sahibi olan Azərbaycanın yeni hədəfləri, yeni istəkləri, yeni icra olunan layihələri var. Əlbəttə ki, bunların içərisində TRIP layihəsi də daxil olmaqla enerji layihələri, rəqəmsal layihələr və bu periodda, bu dövrdə Azərbaycan həm də təhlükəsizlik məsələsinin rəqəmsal təhlükəsizlik və əslində müdafiə xarakterli təhlükəsizlikdən də gedir söhbət, yenidən qurmağı planlaşdırır və qurur da. Bax, bu qarışıq bir məqamda Azərbaycan çox dəqiq və hər şeyi ifadəli şəkildə bildirdi. Xüsusən də Ermənistanla bağlı suala Azərbaycan prezidentinin verdiyi cavab məncə hər kəs üçün aydın idi və Ermənistanda az-çox nəyəsə ümid edənlər vardısa, onların da ümidini üzdü. Azərbaycan sülhə hazırdır, Azərbaycan istənilən anda sülh müqaviləsini imzalaya bilər, amma Ermənistan buna hazırdırmı? Bir ölkənin konstitusiyasında ərazi iddiası var. Onun imzaladığı sülh müqaviləsi nə qədər etibar ola bilər və yaxud da etibar etmək olar? Bax, suallarımız çoxdur. Sahib Aliyev Milli Məclisin deputatı, Azay Quliyev Milli Məclisin deputatı, Rizvan Nəbiyev Milli Məclisin deputatı və Elşad Paşasoy siyasi şərhçi. Xoş gördük sizin hamınızı. Xoş gördük. Amma icazə verirsə Azay müəllimdən soruşum, onun birini. Avropa təhlükəsizliyi ilə bağlı çox cəhdlər olundu, müxtəlif təşkilatlarda var, ATƏT də var, o da heç nə əldə edə bilmədi. İndi Münxendə də faktik olaraq biz görürük ki, bir sözə gələ bilmirlər, əsas məsələlərdə, ümumi belə ab-hava yaratmaq istəsələr də reallıq başqadır. Bax, dəyişən düzəndə Avropanın təhlükəsizliyi, yəni bu dəqiqə sual altındadır. Avropa əgər doğrudan da bu məsələlərdə nə isə eləmək istəyirsə, hansı addım atacaq sizcə? Və Azərbaycana, mən istəyərdim, həm də Azərbaycan prezidentinin o söylədiyi fikirlər, Azərbaycandan baxış necədir burada? Buyurun. Əvvəla onu deyim ki, dünyada qlobal təhlükəsizliyin qorunması onun regionundan asılı olmayaraq dövlətlər tərəfindən tənzimlənir, təşkilatlar tərəfindən tənzimlənmir. Məsələn, dövlətin əgər siyasəti bir formadadırsa, o istəyir ATƏT olsun, istəyir BMT olsun, istəyir Avropa Şurası olsun, istəyir başqa-başqa qurumlar olsun, eyni şəkildə bu həyata keçəcəkdir. Sadəcə olaraq dövlətlər şüurlu şəkildə müxtəlif qurumlar, beynəlxalq, yaxud da hökumətlərarası təşkilatı yaratmaqla bu və digər formada həmin o düzəni qorumağa çalışıblar. Məsələn, 75-ci ildə Helsinki Yekun Aktı qəbul olundu. Sovet ölkəsi ilə, SSR ilə ABŞ arasında olan qarşıdurmanı diyalog formatına çevirmək üçün uğurlu bir addım atıldı və müəyyən müddətdə özünü doğrultdu. Sonradan bu məsələlərdə çat verildi, beynəlxalq hüquq normalarının vəziyyəti və s. Amma burada, yenə deyirəm, əsas dövlətlərin maraqları və dövlətlərin siyasətidir. Bir də mövcud olan, deyək ki, BMT kimi bütün beynəlxalq sülh və təhlükəsizliyə məsul olan BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qurumların təbii ki, həyata keçirməli olduğu bir missiya var. Bunlar üst-üstə düşməyəndə, təbii ki, görürsünüz belə bir vəziyyət yaranır və artıq dünya
nizamı yaxud da beynəlxalq hüququn hər hansı bir anlamı qalmır. Bu birinci məsələ. Tutalım deyək ki, bugün dünyada ən böyük problem nədir? Çox tərəfliyin demək olar ki, sıradan çıxması. Beynəlxalq ümumi şəkildə qəbul olunmuş prinsiplər və dəyərlərin heçə sayılması. Məsələn, bizim üçün indi dost olan ABŞ-ın dünyanın deməli 66 beynəlxalq təşkilatda öz imzasını geri çəkməsi, yaxud da BMT-nin ayrı-ayrı qurumlarından. Bu nə deməkdir? Bu o deməkdir ki, ABŞ-ın vaxtında yaratdığı beynəlxalq düzəm və bütövlükdə çox tərəfli institutu demək olar ki, demontaj olunur. İndi burada gəlir nə? Yenisi necə yaranacaq? Bugünkü mövcud olan və iflic vəziyyətə düşən hazırki beynəlxalq nizamı yenisini əvəz edən zaman hansı prinsiplərə biz üstünlük verməliyik? Məsələn, bu sualın cavabına Cənab Prezident Münxendə yerli televiziyalara verdiyi müsahibədə açıq şəkildə cavab verdi. Və burada söhbət ilk növbədə ondan getdi ki, əgər BMT-nin Təhlükəsizlik Şurası bugün təbii ki, öz funksiyasını yerinə yetirə bilmir, demək olar ki, lazımsız bir instituta çevrilibdir. Bunun müqabilində yeni deyək ki, dünya nizamı ilə bağlı cəhdlər olunur. Tutalım Cənab Prezident Trumpın təşəbbüsü ilə yaradılan Sülh Şurasını misal olaraq göstərdi və bunu hardasa alternativ olaraq BMT-yə və BMT Təhlükəsizlik Şurasına alternativ olaraq düşündüyünü söylədi. Təkcə Cənab Prezident bu vaxtda demədi. Ümumiyyətlə, bundan bağlı Trumpın da fikirləri var idi və beynəlxalq ekspertlər də bu barədə söylüyordu. Amma burada əsas prinsip nədir? Əsas prinsip odur ki, bu cür yenidən dizayn olunan beynəlxalq hüquq normaları, yaxud beynəlxalq təhlükəsizlik arxitekturası gücə yox, dəyərlərə və prinsiplərə söykənməlidir. Yəni, bir ölkə güclüdürsə, o istəyəni diktə edə bilməz. İndiki halda biz bunun necə də şahidi oluruq. O baxımdan da əlbəttə ki, hal-hazırda biz çox böyük bir keçid dövrünü yaşayırıq. Biz bunu dəfələrlə demişik. Və burada gələcək nizam necə olacaq, hansı prinsip əsasında olacaq, bu çox önəmlidir. Məsələn, indi deyək ki, fevralın 19-unda Vaşinqtonda Sülh Şurasının növbəti icrası olacaq. Yeri gəlmişkən Cənab Prezident də dəvət olunub burada iştirak edəcək. Sülh Şurasının qarşısına qoyduğu məqsədlər, vəzifələr ümumi şəkildə bizə bəllidir. Amma burada hansı yeni addımlar atılacaq, gündəm necə formalaşacaq? Bilirsiniz ki, Sülh Şurası təkcə Qəzzədən bağlı məhdudlaşmır. Deyil, amma hələ orada da suallar var. Bəli, bütövlükdə mövcud konfliktlər, yəni münaqişənin həlli ilə bağlı bir ambisiyalı bir plan necə deyərlər, ortaya qoyubdur. Bunu həyata keçirə biləcəkmi? Sülh Şurasına qədər bir sual məni bayaqdan narahat edir. Fikir verdisə Rizvan müəllim bir qədər ümidli danışırdı ki, məsələ Almaniyanın üzərinə gələrsə, Almaniyanın güclənməsi, Almaniyanın aktivləşməsi, Avropada artıq bütün məsələləri öz üzərinə çəkməsi və Amerika ilə qismən də dil tapması bir çox şeydə Avropanı xilas edə bilər. Mən belə bir ab-hava duydum onun. Yəni, Almaniya böyük bir ümidi var. Çünki Fransanın liderliyi dövründə, faktik liderliyi dövründə Avropa çöküşünü yaşadı. Buna inanırsınız? Bilirsiniz, bugün Almaniyanın müəyyən mənada ümidverici bir formada görsənməsinin tək səbəbi Almaniyanın yeni kanslerinin, mən deyərdim, cəsarətli və müəyyən mənada qətiyyətli mövqeyi ilə bağlıdır. Əlbəttə, Almaniyanın bugün Avropanın lokomotivi olmaq üçün, mən deyərdim, iqtisadi, bəlkə də hərbi potensialı var. Çünki bu artıq belə təsdiq olunmuş məqamda dəfələr tarix də bunu göstərib ki, bu cür böhranlı vəziyyətlərdə həmişə Almaniya qabağa çıxır. Birinci Dünya müharibəsi, ikinci Dünya müharibəsi. Motivlər fərqlidir, nəticələr çox fərqlidir, amma bütövlükdə faktın özü, prosesin özü onu göstərir ki, boşluq olan zaman bir Alman deyək ki, bir mənliyi, hegemonluğu, bir yaxşı mənada... Onlar mı bir qədər fərqli deyil? Bizim verilişdə də bu fikir səsləndi. Əslində, Ukrayna müharibəsi Almaniyaya qarşı çevrilmiş müharibə idi. Almaniyanı sarsıtmaq üçün idi. Bunu politologlardan biri söyləmişdi. Bu versiyanı bilmirəm, indi nə dərəcədə bu konspirologiyaya varmaq istəmirəm, amma həqiqətən də bütün bu situasiyalarda siz demişkən, çox qəribədir, Almaniya güclənə bilir. Yox, bilirsiniz, indi bugün Avropada da belə bir qorxu var ki, yaxşı da müharibə, Ukrayna müharibəsi bitəndən sonra nə olacaq? Ukrayna bugün dünyada, Avropada da Ukrayna ordusu ən güclü ordudur. Həm onun döyüş qabiliyyətinə görə, həm onun bütövlükdə təcrübəsinə görə. Bu, təbii ki, müəyyən mənada ehtiyatlıq yanaşma üçün əsaslar verir. Amma məhz müharibə ona görə başladı ki,
Almaniya zəifləsin, bu biraz həqiqətən də konspiroloji bir yanaşmadır. Var, hə, belə buna bir çox vaxt ayırmayaq məncə. Çünki daha vacib məsələləri biz müzakirə edirik. Amma bütövlükdə indiki halda müxtəlif yanaşma olması təbiidir. Hər kəsin fikir söyləmə haqqı var və müəyyən ehtimal. Azəmən, davam elətdirməmişdən öncə əlbəttə bir sual da verəcəm. Ondan sonra davam eləyəcəyik. Həm də indi reklamın zamanı yetişib. Çox qəribədir. Almaniya ümidli olan Rizvan mənim fikir verilsə 2-3 dəfə çıxışında, hətta birində səhvən Merkelin adını çəkdi. Merkel də prezidentliyə hazırlaşır. Onun gəlişi ilə nəsə dəyişəcəkmi deyə sualım da olacaq, amma reklam. Azəmən, davam elətdirək, buyurun. Bilirsiniz, təbii ki, Rizvan müəllim uzun müddət Almaniyada işləyib, çalışıb, diplomatik xidmətdə olubdur və Almaniya siyasətini daxilənmir və Almancada təmiz bildiyinə görə Almaniyanın ictimai-siyasi proseslərinə daha çox hakimdir və ona görə də Almaniyanın gələcək perspektivinin bağlı müəyyən ümidverici fikirlə söyləməsi təbiidir. Bütövlükdə Almaniya bütövlükdə bir ölkə olaraq, yəni bu yenə də bayaq tarixə qayıtsaq, həmişə bu cür böhranlı vəziyyətdə özünün iradəsini ortaya qoyubdur. Amma bu xeyrə mi olacaq, yaxud da zərərə mi olacaq, o başqa bir məsələ. Siz də Fransanı yaxşı bilirsiniz deyə bu sualı sizə verdim. O baxışı bilmək üçün. Fransanı mən sizə deyim, Fransanın tək bəlası, problemi, üzr istəyirəm, bəlkə bunu biraz ağır ifadə edirəm, onun bugünkü siyasi hakimiyyətindədir. Amma Fransa da özünün də toparlanması, keçmişi var, onun kifayət qədər iqtisadi və hərbi necə deyərlər, tarixi var. Bütün bunlar hamısı əlbəttə ki, nəzərə alınmalıdır. Amma məsələ burada, indi biz əgər Avropanın, dünyanın təhlükəsizlik arxitekturasını danışırıqsa, burada əsas məsələ Amerikanındır. Söz sahibi Amerikadır. Və bayaq burada İzvə müəllim qeyd etdi, Rubio'nun verdiyi bəyanat və ona qulaq astım. Tamamilə fərqli idi biri bundan qabaq. Deməli, Vensin verdiyi bəyanatda. Vens bir bundan qabaq faktiki Avropanı təhqir etdi, ələ saldı. Və oradakı olan demokratik dəyərlərə bir növ dəyərlər lağlağı obyektinə çevirdi. Amma indi tamamilə dəyişdi. Nə dəyişdi? Nə dəyişdi? Bax, bu sual önəmli sualdır. O dəyişdi ki, birisi Trump'ın siyasəti belədir ki, bir tərəfdən güc göstərmək, bir tərəfdən necə deyərlər, zopa, bir tərəfdən kökə prinsipi. Yəni, güc göstərib, tariflə bağlı, ayrı-ayrı deyək ki, bugün İran ətrafında böyük bir qüvvə toplayır, bu özü güc nümayişidir. Öz istəyi nail olmaq. Ümumiyyətlə, beynəlxalq diplomatiyada, təcrübədə bu qəbul olunan bir prinsip. O dövrdə Trump təzə hakimiyyətə gələndə Avropa liderləri ona qarşı idilər. Hətta açıq deyənlər də var. Bəlkə ona görə idi elə bu. Yox, təhcə ona görə deyildi. Baxın, Trump hakimiyyətə gələndə özünün xarici siyasət doktrinasını necə müəyyənləşdirdi? Avropa onun üçün yəni Avropa necə yanaşır? Avropa 40, 50, 60, 70 il Amerikan hesabında yaşayan müftə bir, necə deyərlər, övlad kimi onun üçün qəbul olunurdu və belə qərar gəldi ki, artıq bu havaya əvəzsiz yardımlara bir son qoyulmalıdır. Avropa sirkələnməlidir, NATO sirkələnməlidir. Onlar ödədikləri illik üzvlük haqqını ÜDM-in 5%-nə qədər qaldırmalı və s. Bu özü, bilirsiniz, müəyyən mənada sirkələnmə və qorxutmaq, yaxşı mənada qorxutmaq siyasətin nəticəsində istəyinə nail olmaq strategiyasıdır və bu da açıq deyə işlədi. Növbəyə duran Avropa liderlərini biz görmüşük. Trump'ın qarşısında o müəllim tələbə yaxud da şagird formatında oturub Trump'ı dinləyən Avropa liderlərini biz görmüşük. Bunlar hamısı buna hesablanmışdı. Və faktiki olaraq o cür hədə qorxu siyasəti, mən bunu biraz obrazı deyirəm. İndi niyə yumşaldı? İndi də yumşaldı. Kökəsini Qrilandiyanın razılığını alıbmı? Yox. Təkcə İrlanda məsələsi. Artıq ABŞ gördü ki, təkcə bundan öz siyasətini nail ola bilməz. Avropa Birliyi nədir? Getdi Çinlə. Bəli. 100 milyard dolları müqavilə imzaladı. Britaniya getdi, eyni şeyə etdi. Fransa eyni şeyə etdi. Artıq gördük ki, çünki bilirsiniz, dünya tək başına idarə oluna bilməz. Dünyada alternativlər az deyil. Bugün Avropa Birliyini sən sıradan çıxardarsan, gedib Çinlə, Hindistanla baxın nə qədər ondan müqavilə imzaladılar. Ona görə də artıq Trump administrasiyası belə bir qənaətə gəldi ki, artıq ritorika dəyişməlidir. Ona görə deyirdi ki, bəli, biz Avropanın uşaqlarıyıq. Ona görə deyirdi ki, bəli, bugün Avropanın, Amerikanın indiki formaya gəlməsində İspaniyanın, Almaniyanın, Fransanın, İngiltərənin rolları var, onların mədəni halbuki İspaniyaya qarşı tamam başqa bir mövqe var idi. Yəni, bütün bunlar hamısı mənə belə gəlir ki, düşünülmüş şəkildə olan bir şeydir və doğru, mən səbəb bu doğru yanaşmadır. Çünki bilirsiniz, bugün düzdür, Rubio əsasən qərb sivilizasiyasına, xristian sivilizasiyasına üstünlük verdi, amma bütövlükdə söhbət burada təkcə Avro-Atlantik məkandan deyil, söhbət bugün faktiki olaraq sivilizasiyaların hansı
formada birgə yaşayışından gedir. Və bu baxımdan söhbət heç Rusiyanın Ukraynaya deyək ki, işğalçı siyasəti deyil. Gəlmişəm, burada da yeni bir yanaşmanı biz gördük. Ukraynanın prezidentinin də verdiyi açıqlamalar, mən hesab edirəm ki, kifayət qədər açıq və səmimi. Onunla müzakirə edəcəyik. Bəli, yəni bütün bunlar hamısı mən yekun olaraq nə deyirəm? Təbii ki, Azərbaycan kontekstində buna imkan olsa biz ona gələcək. Gəlin sizin qaldırdığınız məsələyə sahib. Bir cümləni yekunlaşdırım, sonra mən təbii ki, sözü verərsiniz. Yəni, deməyim odur ki, bütün bu hal-hazırda yaşanan bu proseslər əvvəlki illərdəki olan proseslərin bir növ başa çatması və yenisinə start verilməsi prosesidir. Münxendə məsələ mənim müşahidə etdiyim buydu. Sualın ikinci tərəfi də var, üzr istəyirəm. Mənim də sizə çox belə tarixi bir sualım var. Onu mən deyim, sonra siz sual verərsiniz. Bu fransız jurnalistin bir sualının bir başqa bir tərəfi də var. Faktiki olaraq o ABŞ-ın vitse-prezidentinin adını çəkməklə onu da çətin vəziyyətə salmaq. Çünki yəni boynuna qoyurdu görüşün sanki. İki tərəfi var idi də. Cənab prezidentlə J.D. Vance. Yəni J.D. Vance-ə bilirsiniz ki, Amerikada bir çox konqresmenlər də, senatorlar da irad tuturdu ki, gedin orada o məsələni qaldırın. Bunu verməklə həm də onun təxribatçı tərəfi o idi ki, J.D. Vance-in bu məsələni qaldırıb-qaldırmamasını soruşmaq istəyirdi, əmin olmaq istəyirdi ki, doğrudan mı bu qaldı? Burada bir neçə tərəfi var. Amma Cənab prezident nə dedi? Dedi, bəli, o sual qaldırılıb, cavabı verilibdir. Bununla da məsələ qapandı. Ona görə də bu əlavə çox vacib əlavədir ki, elə gəlin. Yox, bu bilirsiniz, bu sual elə sualdır ki, ona mütləq münasibət bildirmək lazımdır. Çünki bu sualı siz doğru olaraq açdınız. Düzdür, Çəkmədi söhbət təbii ki, Emin Hüseynovdan gedir və bu şəxsin Münxendə özünü mən deyərdim ki, tərbiyəsi aparması, Azərbaycan dövlət rəsmilərinə, Cənab prezidentə və hörmətli Mehman xanıma verdiyi o, mən deyərdim ki, etikadan kənar suallar, biraz atmaca yönlü suallar, təbii ki, cavablarını da aldı. Bilirsiniz, bu şəxslər, birinci, bu şəxslər jurnalistika heç vadiyyəti yoxdur. O ki, qaldı heç müstəqil jurnalistika. İkinci, dünyada ümumiyyətlə, müstəqillik sözü çox nisbi xarakter daşıyır. Bu dövlətlərə də, bu jurnalistikaya da və digər sahələrə də aiddir. O ki, qaldı, Emin Hüseynov kimi sırf xaricdən maliyyələşən, idarə olunan, xüsusi bir tapşırıqla Azərbaycan dövlətinə və dövlətçinin üzərində göndərilən bir şəxs haqqında. Burada ən unikal cavabı hörmətli Mehman xanım verdi ki, siz kimsiniz ümumiyyətlə? Özünüz tədbir edə Emin Hüseynov. Siz həmin adamsınız ki, qadın paltarında səfirlikdə gizlənib qaçmışsınız və mən sizə can sağlığı arzulayıram. Yəni, doğrudan da qadın paltarında insan təbii ki, bilirsiniz, Azərbaycanda heç bir şəxs özünün müxtəlif və yaxud da fərqli düşüncəsinə görə hər hansı bir formada təzyiqlə üzləşməyibdir. Nə qədər tənqid edənlər var, nə qədər fərqli fikirlər var. Amma insan ki, artıq dövlətə, dövlətçilərə qarşıdırsa və bunun üçün xüsusi missiya həyata keçirirsə, buna dözüm göstərmək olmaz. Ona görə də əvvəldə bugün siz də doğru deyirsiniz ki, qadın libasında müstəqil jurnalistika axtaranlar doğrudan da özlərinin simasının necə olduğunu göstərirlər. Bunu açıq şəkildə demək lazımdır. Amma bunlar nə olacaq? Bunların bir təsiri falan varmı? Əlbəttə yox. Bunlar bizə sadəcə olaraq bu şəxslər doğrudan da bir daha bu millətə... Qanları aramaq üçün getmişdi oraya. Yox. Mən yenə fəalam. Bilirsiniz, indi hisslər var da. Məsələn, adam var ki, onu bir sonuçda onu bloklayan bir his var da, milli his. Yoxdur, onlarda yoxdur. Bir ayıb deyilən bir şey var, bir milli kimlik, milli təəssübkeşlik var da. Bu adamlar bundan məhrum olduğuna görə... Milli kimlikdə problem varsa... Yox, deyirəm, milli mənlikdən məhrum olduqlarına görə... Milli deyil, bu adamda milli kimlikdə sorun var. Yəni bu adamlar... Sənədlər çıxıb üzə. Yox, sənədlər qoyaq bir tərəfə, yox, mən onu hələ qoyuram bir tərəfə. İnsanın milli kimliyi yoxdursa, milli mənliyi yoxdursa, insan üçün bu cür rəzillik etməyə heç bir şey bunu dayandıra bilmir. Bu rəzilliyi təbii ki biz gördük. Üzr istəyirəm. O məhz milli kimliyinə görə onu eləyibdir. Mən deyirəm, razıyam. Təkcə ondan məsələ bitmir. Bilirsiniz, söhbət bütövlükdə isə bu adı altında Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə qarşı indiki həssas məqamda bu qədər asi kəsilmə və alətə çevirməkdir. Bu adam alətdir. Mən bir də deyəcəm. Orada erməni verdiyi sualı gördünüz, cənab prezidentə? Erməni verdiyi sual daha, belə deyək də, korrektiv edən ki, onun verdiyi sual. Eyni şeydir. O biraz küçədə qalanıdır, bu içəri keçənidir. Yəni, milli mənsubiyyətə görə mən dedim. Çünki milli kimliyi də üzə çıxdı sənəddə. Onu demək yox. Almaniya, bilirsiniz, Avropa İttifaqıdır. Bəyək, mən sizə dedim ki, bu ittifaqlar, birliklər, bu çətir xarakteri daşıyır, görüntüdür.
Əsas burada dövlətlərin, ölkələrin həyata keçirdiyi siyasəti milli maraqlardır. Bugün yaranmış vəziyyət onu diktə edir ki, Alman maşını yenidən önə çıxsın. Hə. Avropada əvvəlki də o jandarmeriyanı bərpa etsin. Bunu biz kobud mənədirsə, həm yumşaq gücdən, həm də sərt gücdən istifadə etsin. Və bugün Mersin siyasətini təhlil edəndə bunun açıq işaretlərini görürük. Ambisiya qoyur ortağa, baxın, Makron artıq kölgədədir. Fransanın dedikləri artıq ciddiyə qəbul olunmur. Bugün hətta Trump'ın özü belə Mersin dediklərini daha ciddiyə alır və onunla hər hansı bir formada diyaloqa hazır olduğunu bildirir. Buna görə də bugün Almaniyanın bu vəziyyətdən istifadə edərək öz hərbi gücünü, baxın, biz keçən dəfə dedik, 2030-cu ilə qədər Almaniya hərbi gücünü tamam yeniləyəcək. Biz də bilirik ki, tarixdən, əgər Almaniya, çünki bilirsiniz də 2. Dünya müharibəsindən sonra Almaniya qadağa qoymuşdu, məhdudiyyətlər qoymuşdu, ordunun sayına, texnikasına və xəbəsə, artıq bunlar hər hansı bir qərar qəbul edilmir. Milli marağın jandarm olmaq, güclü olmaq, Rusiya ilə münasibətdə əsas Avropanın təhlükəsizlik məsuliyyətinin böyük bir hissəsini üzərinə götürmək və ən vacib isə Amerikadan müəyyən mənada müstəqil olmaq. Bu son hadisələr göstərdi ki, əgər bir ölkənin, hətta bir dövlətlər birliyinin təhlükəsizliyi birbaşa bir mərkəzdən asılıdırsa, o çox kövrəkdir. Bax, bugün gəldi dedi, Trump bugün diktədir. Bu qədər pul ödəyin, bu qədər texnika satıram, Ukraynaya yardımları mən vermirəm, mən silahı satıram NATO-ya. NATO zəhmət çəksin, yaxşı Avropa İttifaqı zəhmət çəksin, o pulu ödəsin, sonradan geçsin Ukrayna müdafiəsi. Bunu görməmək üçün gələcəkdə, qarşıda almaq üçün mən də olsaydım elə fikirləşərdim. Və bugün söhbət təkcə sabahdan büsündən getmir, söhbət qarşıda gələn 10 illiklərdən gedir. Heç kim düşünməsin ki, qarşıda gələn 10 illiklər ravan olacaq, sülh olacaq, xeyr. 2020, bayaq mən bir fikir ifadə etdim ki, indiyə qədər Münxen təhlükəsizlik konferansında indiyə qədər olan bir mərhələ, axtarış mərhələsi artıq başa çatdı. Yeni bir mərhələ, qarşıdurma mərhələsi başlayır. Daha çox kim, hansı ölkə daha çox güc əldə edəcək və bu prosesdə kim yeni qlobal düzəndə kim daha çox pay sahibi olacaq. Bugün onun davası gedir. Almaniyanın da bugün davası həmin o qlobal nizamda nə qədər paya sahib olmaqdır, nə qədər gücə sahib olmaqdır. Bu da birbaşa yox. Mən yenə öz fikrimdə qalıram və mən yenə bizim Rizvan müəllim Almaniya məsələsini çox gözəl bilir. Sadəcə olaraq bu şey amma indi Rizvan müəllim ora Berlindən baxır, siz Parisdən baxırsınız. Yox, mən Parisdən baxmıram, mən Bakıdan baxıram. Yox, aydındır. Amma biraz mövqe baxımından Parisdən baxılan mövqeyə oxşadı, ona görə dedim. Almaniyada mənə gəlir ki, o doğru, daha doğru təhlildir. Almaniya Avropa təhlükəsizliyində öndə olmaq istəyir. Yəni jandarm rol oynamaq. Yox, jandarm başqa. Yəni bilirsiniz, söhbət Avropa təhlükəsizliyi. Amma ona oxşar söz dedi. Jandarm sözünü dediniz, demədiniz. Yox, jandarm sözünü dedim. Amma başqa kontekst. Yox, Sayın müəllim biraz ədalətli yanaşdı. Söhbət yox, mən jandarmı demişəmsə müdafiə edə bilərəm. Bəli, əlbəttə. Kifayət qədər arqumentim də var. Amma o sözün 19-cu əsrdəki jandarmeriyadan söhbət getmir. Əlbəttə. Söhbət bugün, yəni mən obraz ifadə etdim. Bəli. Almaniyanın bugün bu boşluqdan istifadə edərək bir daha təkrar edirəm. Avropada təhlükəsizlik qayğılarını üzərində götürmək, Avropanın təhlükəsizlik arxitekturasının qurulmasında öndə olmaq və dolayısıyla bundan sonra qlobal təhlükəsizlik, çünki Avropa qlobal təhlükəsizlikdən çox yaxın bir anlayışlardır. Çünki bütün müharibələr, bütün savaşlar Avropadan başlayıb dünya savaşları. Azay mənim dedi, çətirin adını nə qoyursan qoy, əslində kimin əlindədir? Yox, istənilən halda mənə görə, Elçin bu beynəlxalq təşkilatda həmişə çətin rolunu oynayır. Hə, amma kimin əlindədir? Bəli, bu çətin kimi. Bax, indi bayaq biz dedik, bugün ATƏT ABŞ-ın bilavasitə nəzarətindədir. Məsələn, indi biraz mövzudan uzaqlaşmayaq. Dekabr ayında ATƏT-in Nazirlər Şurasının iclasında ABŞ-ın nümayəndəsinin bir bəyanatı oldu ki, şərt qoydu, ultimatum qoydu. Əgər siz büdcənin 15% azaltmasanız, əgər siz ölkələrin daxili işlərin qarışma siyasətini davam etdirsəniz, biz ATƏT-dəki mövqeyimizi dayandıracaq. İndi ATƏT-də bugün çox ciddi bir dava gedir. Yer gəlmişkən, fevralın 18-dən 20-sinə qədər Viyanada ATƏT-panın qış sessiyası olacaq. O gündəliyə siz baxsanız, görərsiniz ki, tamamilə indiyə qədər olmayan, çox böyük bir qorxu, təhdid dolu məsələlər müzakirəyə gətirilir. Bu nə deməkdir? Bu məhz həmin verilən mesajın əks sadasıdır. Ona görə Amerika bunu görür, daha doğrusu Almaniya bunu görür və doğrudan öz, necə deyərlər, tədbirlərini həyata keçirir. Bu da çox doğal bir fikirdir. Dediyini davam etdirmək istəyirəm. Əslində baxanda
Münxen konferansının əsas xüsusiyyətləri, yəni Azərbaycan nöqteyi nəzərindən və maraqları baxımından biz izah etsək, tamamilə fərqli idi. Çünki bilirsiniz, baxın, baxmayaraq ki, artıq biz məsələləri həll etmişik, sülh paraflanıb, amma siz verdiyi suallara baxın siz. Bəli. Fransız həmən ritorikadır. Həmin ritorikadır. Baxın, Cümlələr siz niyə dəyişir. bu erməniləri cinayət törətmiş erməni həbs etmişsiniz? Cavaba baxın. Onlar elə bir cinayət törədiblər ki, onları buraxmaq olmaz. Sual verir, Nürnberg məhkəməsində, siz, o bayaq biz danışırıq Almanlarda, o nasistləri güllələməyə yaxud da ölüm hökmünə məhkum edən məhkəmədən sonra, 2 ay sonra gəlib deyə bilərdinizmi ki, həmin o nasist liderlərini buraxın? Cavab, onlar doğrudan mı nasistlər kimidir? Cənab Prezidenti deyir, bəli, nasistlər də pisdir. Yəni, bu nə deməkdir? Bu onlardan daha pis. Bu pis nədir? Çünki burada nədir? Artıq bugün Ermənistanın şovinist bir qüvvələri xüsusi əlində bir fakt var. Bir dırnaqarası istifadə edə biləcək bir material var. O da bugün məhkum olunmuş cinayətkarlar. Bu cinayətkarların, indi baxarsın, indi Avropa Şurasıdır biz deyirik, Avropa Parlamenti və yəqin ATƏT-də də bunu qaldıracaqlar ki, bunların azad olması ilə bağlı məsələ. Amma verilən cavab, Frans 24 kimi böyük auditoriyası olan bir televizya verilən cavab çox mükəmməl idi. Və yaxud da deyək ki, biz indi burada bayaq danışdıq sülh müqaviləsindən bağlı. Biz erməni həmişə nə deyirdi? Biz sabah imzalanmağa hazır. Bəli, Paşinyan da onu deyirdi. Cənab Prezident nə dedi? Konstitusiya dəyişikliyi baş versin, sabah biz bunu imzalamağa hazırıq. Bir də biz burada bir məsələyə mütləq toxunmalıyıq. Son hadisələr bir daha göstərdi ki, Cənab Prezident nə qədər haqlıymış konstitusiyanın dəyişdirilməsini tələb kimi qoymaqda. Yəqin bilirsiniz, bir neçə həftə bundan öncə Ermənistan məhkəməsinin verdiyi qərarı yəqin biz bilirik. Şahramanyanın deyir ki, verdiyi qərar, yəni dırnaqarası Dağlıq Qarabağ Respublikasının buraxılmasına var verdiyi qərar təzyiq və güc altında verilibdir və onun hüquqi qüvvəsi yoxdur. Bu artıq Ermənistan məhkəməsinin Azərbaycana qarşı ərazi iddiasıdır. Yaxud beynəlxalq hüququn pozulması. Konki sürmə beynəlxalq yarışında o qondurma Arsaq kompozisiyası altında Ermənistan. Baxın, bu Ermənistanın Olimpiya Komitəsini yaxud da aidiyyatı qurumunu institusiya olaraq verdiyi bir təşəbbüs təklifdir. Demək ki, bunların hələ beyinlərində siz ümid edirsiniz ki, o təmizlənibdir. Azərbaycana qarşı iddialar bayağı Eşat müəllim ümidli yanaşırdı ki, ermənilər sağalıblar. Tamamilə sağalayır. Ona görə də o belə asılmalıdır. Konstitusiya məsələsi çox haqlıdır. Gerbində də hətta olmalıdır ki, başa düşsün. Fransa ilə bağlı məsələlər. Bu da çox önəmlidir. Buna biz münasibət bildirməliyik. Sual olur ki, münasibətdə Fransa ilə çox gərginləşibdir. Siz Fransanın daxili işlərinə, nə bilim, Kaledoniya ilə bağlı məsələlərə qarşı və bilirsiniz, mənim burada ümumiyyətlə Cənab Prezidenti həmişə bu verdiyi müsahibələrdə, bəyanatlarında diqqətimi çəkən bir məsələ var ki, Cənab Prezident çox səmimi olaraq bağlı qapı arxasında nələri deyirsə, açıq publikada da eyni mövqeyini bildirir. Bu açıq şəkildə dedi ki, biz Fransa bizim daxili işlərimizə qarışmasaydı, bizi təkrarımız ifadələrdən təhqir etməsəydi, dövlətimizin ərazi bütövlüyünə xələl gətirən addımlar atmasaydı, dəfələrlə separatistlərin görüş keçirməsəydi, ondan çox qətnamə qəbul edib Dağlıq Qarabağı dırnaqarası Qarabağ hamı gedibdi, tanımasaydı, özünü buraxıb da Fransa tanıyır. Bizim bu cavab tədbirimiz olmayacaq. Yəni bu nə deməkdir? Bunun qısa anlayışı nədir? Yəni biz müstəqil dövlətik. Sən bizdən dost kimi davranarsansa, dost kimi davranaraq. Düşmən kimi davranarsansa, biz də əlimizdə onun şəkildə istifadə edəcəyik. İcazə verirsiniz mənə. Münxen Təhlükəsizlik Konfransı nəticə üçün toplaşmamışdı. Biz nəticə də gözləmirdik. Münxen Təhlükəsizlik Konfransı 2026-cı ildə keçirilən Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, qütbləşmə daha da güclənəcək, ziddiyyətlər artacaq. Yaxın illərdə bu beynəlxalq təhlükəsizlik sistemində təlatunlar daha da şiddətlənəcək, rəqabət artacaq. Bilirsiniz, yeni dünya nizamını formalaşdırmaq üçün çox ciddi bir geosiyasi təlatunlar baş verməlidir. Bugün Rusiya-Ukrayna müharibəsi kifayət etmir. Qəzzada baş verən hadisəyə kifayət etmir. Bunun düz cücərtlərini yaradır, əsaslar yaradır. Müzakirələr, diskussiyalar, yeni təşəbbüslər, məsələn, Trumpın sülh şurası kimi təşəbbüslərin ortaya gəlməsi üçün müəyyən mənada o trigger rolunu oynayır. Tətikləyici rol oynayır, amma kifayət deyil. Çünki bilirsiniz, dünya təhlükəsizlik sistemi təkcə Amerikadan, Avropadan asılı deyil. Demək, ona daha güclü müharibə olmalıdır. Əlbəttə, kim eləyəcək? Burada başqa qlobal
oyunçular və dövlətdə mərkəzlər var. Bunlar arasında ciddi sirkələnmə olmalıdır ki, insanlar təşkilatda, dövlətdə güc balansını bir deyə ortaya qoyub yeni danışıqlara başlasınlar. Yəni Onda Almaniya ona hazırlaşır, hə? Bayaq mən elə demirdim. Günəş altında bizə torpaq yoxdur. Yaxın illərdə Bismarckın məşhur şuarı. Çünki Almaniya bunu görür, bilir. Hamımız əgər görürsə bunların da institutları çalışır və bilir ki, Əlbəttə. yaxın 10 illikdə nələr baş verəcək. İndi biz bayaq danışıq, söhbət heç də ondan ibarət deyil ki, müharibə başlasın. Yəni isti müharibə. Bugün süni intellektlə bağlı olan məsələ. Cənab prezident o günü keçirdi müşavirə. Nə qədər tapşırıqlar qoydu. Biz indi qovşaq olmaq istəyirik. Bilirsiniz niyə? Biz artıq sübut elədik ki, biz enerji qovşağı olmuşuqsa, biz intellektual, süni intellektlə bağlı qovşaq ola bilərik. Ona görə də bunlar hamısı gələcək. Və əgər biz elə bir qovşaq olsaq, gələcək böyük münaqişələrdə, vacibdir siz demişkən, odlu silahla olsun, informasiya savaşlarında, hibrid hücumlar real təhlükədir. Hibrid hücumlarda biz İsveçrə kimi neytral qala bilərik. Çünki qovşaq bizdən keçir. Biz misal üçün, yoxsa yox? Neytral qalmaq nə deməkdir də? İsveç neytral deyil əslində baxanda. İsveç sadəcə bloklara qoşulmur. Amma özünün maraqlarını kifayət qədər... Mən onu demək istədim. Bəli, o ola bilər. Çünki bizim bilsinlər çox o necə ki kapitalı, pulu saxladı. Biz də bax bu şəbəkələri... Çox qəribə bir dünya xəritəsinə baxanda... Əslində çox yaxşı modeldir. Cənubi Qafqaz Bəli. Çox maraqlı bir situasiyadır, bir üstünlükyə malik. Cənubi Qafqazda nəhayət sülh bərqərar olubdur. İndi biz bayaq dedik, konstitusiya imzalandan sonra olacaq. Cənubi Qafqaz digər regionlardan fərqli olaraq bugün siz dediyiniz həmin o neytral, həmin o balanslaşdırıcı, qovşaq funksiyası yerinə yetirə bilər ki, məhz bu yalnız və Azərbaycan liderliyində ola bilər. Həm bufer zonasıdır, İsveçrələ bağlı bir şey deyəcəksiniz. Şəbnəm xanımı. Çünki Asiyanı, baxın, cənab prezident dəfələ vurğuladı. Asiyanı, Avropanı birləşdirən tək yol məhz orta dəhlizdir. Bu gün siz sual verdiniz ki, bəs şimal biz siz nə işləmirik şimal marşrutu? Çünki sanksiyalara və müharibələrə heç kim necə deyərlər, hazır deyil və yaxud da aydın məsələdir ki, oradan keçərsə hansı təhlükələr var. Eləcə də İrandan keçsə hansı təhlükələr var. İstənilən vaxtı mən söndürürəm sözü var. Çox yaxşı bir geosiyasi avantaj yaxalamışıq biz. Özümüz bunu yaratmışıq. Biz bundan istifadə edərək bunu biz qurmalıyıq və inkişaf etdirmək. Əminəm ki, bu belə olacaq. O şey qaldı Merkelin seçilməyində. Məndə olan məlumat ki, dünən oxudum. Merkelin ofisi məlumat verdi ki, o Merkel prezident seçkilərində iştirak etməyəcək. Dəqiqdir bu. Bəli.